Aktı və sehir, yəni insanları cadu etmək, belə şeylər var və həmçinin bilirsiniz ki, bu elmdir. Allah Teala Harut və Marut adında iki mələk göndərdi və insanlara kafir olmayın, bu elmi öyrətməzlər, bunu deməmiş. Belə bilirsiniz ki, hər bir şey Allah Teala'nın yazısı iləndir, hikməti iləndir və bəzi elmlər var ki, onlar faydalıdır. Bəzi elmlər var ki, özü elmdir, amma heç bir faydası yoxdur, nə də xeyri yoxdur, nə də zərəri yoxdur. Amma bəzi elmlər var ki, onlar nədir, zərərlidir. Məsələn, sehirbazlıq və falçılıq və insanları cadu etmək və s. Və gözləymədir, həsəddir, sehirdir, bunlar nədir? Təhlükəli şeylər. Və müsəlman bunlardan qorunmağı bacarmalıdır. Və birinci, bunlardan qorunmağın səbəbləri var. Və bunlardan şəri yolla Allaha sığınmaq lazımdır. Bilirsiniz ki, insan övladı ən birinci. İnsan övladı mütləq şəkildə nədir? Onun fitrətində var ki, nəyəsə güvənməlidir, arxalanmalıdır, inanmalıdır. Biz iman deyirik. Məsələn, deyək ki, möminlər əlbəttə ki, Allaha inanır, bütpərəstlər bütlərlə inanırlar, onlardan məsələn, hansısa bir çıxılmaz vəziyyətə düşəndə onlara qayıtırlar. Və bəziləri var ki, məsələn, Allaha inanmırlar, amma onun fitrətində var, ona nəyəsə, məsələn, elmin gücünə inanır, pula inanır, məsələn. Amma onu görürsən, onun özündə də fitrətində nədir? İman var, sadəcə düzgün düşməyib, düzgün öyrədilməyib, yəni fitrətin körlüyüblər, azdırıblar. Və ona görə də hər bir insan bu hala düşəndə gözdən və nəfsdən, həsəddən, sehirdən qorunmaq üçün Allaha sığınmalıdır. Və əlbəttə ki, insanlar görürsünüz ki, belə bir vaxta düşəndə Allaha qayıtmaqdan insanlar mütləq şəkildə gedirlər. Ya, sehirbazın yanına gedirlər, falçının yanına gedirlər, cadugərin yanına gedirlər, hansısa bir şeyinə. Halbuki onlar nə etməlilər? Quran və sünnə işığında bunları həll etməlidirlər. Yəni ki, buna qayıtmalıdırlar. Ona görə insanlar, bunun səbəbi də var ki, insanlar elmsiz olanda, elmdən uzaq düşəndə, Allahdan uzaq düşəndə və günahlar, cahillik, günahlar bunları nə edir? İnsanı bu yola düşməsinə səbəb olur. Və həmçinin o xəstəliklər tapır. Yəni xəstəliklərin çoxalması. Gördünüz ki, Resulullah sallallahu əleyhi və səlləm ki, çoxsu nədir? Gözdən öləcək, mənim ümmətim. Göz haqdır. Və insan bunu bilmir. Onun üçün dualar var, qorunmaq lazımdır. Və yaxud da məsələn, Resulullah sallallahu əleyhi və səlləm deyir ki, göz insanı qəbrə, dəvəni qazana qalır. Yəni insan, hətta İbn Qayyim rəhmətullah aleyhi deyir ki, insan elminə görə həsəd oluna bilər ona, elminə görə. Və onun, məsələn, yaxşı bir insan olmasına görə, gözəl bir, əxlaqlı bir insan olmasına görə, ona görə də nəfs kəsər, göz dəyər ona. Yəni, hər bir şeydə qorunmaq lazımdır. Bunlar səbəblərdir ki, insan nədir? Bunları bilməlidir və onlardan da qorunmağın yolları var. Və əlbəttə ki, möminlər nə edirlər? Allaha tərəf edirlər. Fəfirru ilallahi. Allah Subhanahu Quranda buyurur ki, Allaha tərəf qaçın, Allaha tərəf gedin. Hər bir məsələdə. Və həmçinin insanlar görürsən ki, bu xəstəliklərin sayı çoxalır, amma insanlar özləri bunu bilmirlər. Məsələn, buna bu halda olur. Və dəvətçilərdən birisi ki, getdi bir yerə dəvət eləməyə toğidi və çoxlu insanların sağaldığını gördük orada. Dəli kimi olanlar, məsələn, nələr, çoxlu xəstəliklərdən şəfa tapdı, subhanallah. Yəni, toğidi dəvət edəndə, insanı Allaha tərəf çağıranda, həqiqətən də bu şeylərdən Allah Teala onu qoruyur və Allah Teala ona şəfa verir, Allah kömək olur. Və həmçinin birincisi odur ki, insan gərək Allaha tərəf, Allaha sığınsın, Allaha sığınmalıdır. Və bilirsiniz ki, Qul əvuzu bi rabbil fələq, bu surədir, Qul əvuzu bi rabbin nas, yəni bunlar və dualar nədir? Bircə Allaha tərəf, yalnız Allahdan kömək istəməlidir, yalnız Allaha sığınmalıdır ki, nədir? Bundan xilas olsun, şəfa tapsın və buna düşməsin. Və həmçinin
Allah'tan qeyri sənə kim şəfa verə bilər? Heç kəs şəfa verə bilməz. Heç kəs mümkün deyil. Ona görə də Allah Subhanahu taala buyurur ki, şeytan sənə vəsvəsə versə və neynə Allaha sığın. Allahdan nədir? Kömək istə. Və dedi ki, Rəbbimiz şeytanın vəsvəsələrindən sənə sığınıram. Və bu ayətləri bilirsiniz və ona görə də mən qısa danışıram ki, onu Allaha tərəf qayıtmaq lazımdır. Allahdan, yəni o hansılar ki, dualar gəlib, ona Allaha sığınmaq, Allahdan yardım istəmək lazımdır. Və həmçinin bir də odur ki, Allahdan qorxmalıdır. Əlbəttə ki, Allahdan qorxmaq hər bir xeyrin açarıdır. Allahdan qorxmaq nədir? Odur ki, Allaha itaət eləyəsən nurla və Allahdan savabını umarım. Yəni, Allaha itaət eləyəsən, yəni, belə qısası odur ki, Allahın əmr etdikləri yerinə yetirib, qadağan etdiklərindən çəkinmək. Bu təqva deməkdir. Və Allaha itaət edirsən, neynə? Nurla. Nur nədir? Quran və sünnə, Allahın buyurduğu kimi. Neydən buyurub, nə tər çəkinməlisən? Onların üçün. Yəni, onlara qaydaraq və Allahdan savabını umursan. Bilirsən ki, Allah Taala sənə nədir? Savab verir. Və həmçinin Allah Taala'nın günahları tərk edirsən, Allahdan qayıdırsan və nurdan, yəni Allahdan buyurduğu, haram buyurduğu şeylərdən çəkinirsən, qadağan buyurduğundan və Allahdan əzabından qorxaraq. Bu ən gözəl nədir? Təqvanın tarifidir, açıqlamasıdır. Və həmçinin bilirsiniz ki, Allahdan başqa sənə göz deyibsə və sənə həsəd olunursa və səni sehr olunursa, kim sənə xilas edə bilər? Ona görə Allaha sığınmaq lazım, Allahdan qorxmaq lazım və bilmək lazım ki, Allah Subhanahu taala nədir? Vəl-aqibətu lil-muttəqin. Bu müttəqilərin aqibətidir. Allah Subhanahu taala qoruyur. Və men yettaqillaha yec'al lehu məxrəcə və yerzuquhu min haythu la yahtasib. Deməli, Allah Subhanahu taala kim qorxarsa, Allah Taala onun üçün bir çıxış yolu verir və onu gözləmədiyi bir yerdən rüzqləndirir. Və Allahdan qorxmağın nədir? Mənası budur ki, Allah Taala səni qoruyur və saxlayır. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allahı hifz elə ki, Allah da səni qorusun. Nətər? Yəni sən ibadət edirsən, əmin-aman vaxtda, rahat vaxtda və kətinə düşəndə də Allah Taala da səni qoruyur. Və ona görə də bunlar nədir? Hadisələr insanın təqvasının zəif olması, imanının zəif olması və bu insanlardan qorxudur. Məsələn, insanlardan qorxuya düşür. Artıq yəni, insanda xof yaranır. Hər bir şeydən qorxur. Yox, bu belə desəm, məsələn, bu ağac mənə qənim olar, nə, belə. İnsanlarda nədir? Xof yaranır. Və həmçinin səbr etmək. Düşmənə qarşı səbr etmək. Deməli, sənə həsəd aparan, sənə ədavət aparan, sənə gözləyməsi olan adamlar nədir? Səbr eləməlisən. Çünki bilirsən ki, nə tər istəyir olsun, bunlar hansı tərəfdən gəlsin və sən nə eləməlisən? Səbirlə onu dəf etməlisən. Və insan səbir eləyəndə həmin o hansılar ki, ona tərəf gəlib və onun əleyhinədir və onların özünə əleyhinə çevrilir bir gün. Və ona görə də sən səbirlə, təmkinlə bunlara nə eləməlisən? Səbir etməlisən və başqa şeylərə fikir verməməlisən. Öz həyatını davam eləməlisən, öz işlərini görməlisən, itaət eləməlisən, ibadətlərində möhkəm olmalısan, işlərdə möhkəm olmalısan və bil ki, mütləq şəkildə sən bununla qazanırsan. Çünki həmin şər insanın ətrafında şər şeylər, şər qüvvələr, şər qoşun olur və bu onun əleyhinə bir gün işləyir. Allah'ın özü çox şeylər görmüşsünüz ki, bir gün məsələn deyir ki, özünə əleyhinə gücdə hamısı başına düşdülər bizdə. Ya bu elə-belə söhbətlər deyil, bunlar hamısı nədir? Görürsünüz ki, bu İbn-i Qeym rəhmətullahi aleyhi gözəl şəkildə bunları qeyd edir. Və həmçinin insanın Allaha təvəkkül olmalıdır. Yəni, hər bir şeydə Allah Taala'ya təvəkkül etməlidir. Və onda insan nədir? Haqla təvəkkül eləyərsə, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allah Taala'ya təvəkkül eləyərsə, ona kifayət eləyər. Ya, sən bunu bilməlisən. Və sən onu bil ki, sənə nə bəla gəlsə, sən onunla heç vaxt
qaldıra bilməz. Ona görə də bilirsiniz ki, İbn Abbasın hədisində radiyallahu anhumaya Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bil ki deyir, bütün ümmət yığılıb sənə bir xeyir vermək istəsələr, Allah yazmışsa sənə heç də bir şey verəməzlər. Və yaxud da sənə bir zərər verməksə, bütün hamısı yığılsalar bir yerə, sənə zərər vermək istəsələr, Allah yazmışsa heç bir zərər verə bilməzlər. Və qələmlər qalxıb, mürəkkəb quruyub nədir? Və buna görə də nədir? İnsan gəlir Allaha təvəkkül etsin. Allahdan qorxsun və təvəkkül etsin. Və Musa Aleyhisselamın təvəkkülü daha yerinə düşər. Bilirsiniz ki, ən böyük qoşunla Firavun düşmüşdü Musa'nın ardıyla və onu məhv etmək istəyirdi. Hətta nə dedilər? Möminlər ətrafında olan insanlar dedi ki, biz çatıcı, qabaqda dəniz, qarşılarında dəniz, dənizi keçmək qeyri-mümkün və arxada da böyük bir əzəmətli qoşun. Və Musa Aleyhisselam nə deyir? Kəllə innə mə'yə Rabbi səyəhdim. Xeyr, Rəbbim mənimlədir, mənə yol göstərəcək. Yəni təvəkkülə bax. Və Allah Teala həmçinin insanları elə vaxta kimi imtihana çəkir ki, son vaxta kimi. Yəni elə bir vaxta Allah Teala öz gücün, öz köməyin göndərir ki, yəni insan artıq son ana kimi, o ana kimi mömin qoruyub saxlaya bilir. Bilir ki, Allahdan mütləq kömək gələcəkdir. Və nədir? Gəldi bilirsiniz ki, Allah Teala deyir ki, asanı vur. Ağla gəlməyən bir şeydir. Asa dənizi böləcək. Görürsən, Allah Teala nə deyir? Kim Allaha təvəkkül edirsə, onu roziləndirər. Gözləmədiyi bir yerdən onu roziləndirər. Qapı açar. Allah ona bəs eləyər. Və nədir? Nədir? Asanı vurdu, dəniz iki yerə bölündü, ayrıldı. Allah kimi yox. Su olan yer quru yerə çevrildi. Və dağlar kimi oldu. Dalğalar nədir? Dəniz dağlar kimi dayandı. Su dağlar kimi dayandı. Və Musa keçdilər və getdilər. Axırıncı adam da çıxandan sonra Musa da Firavun da onların ardınca girdi axtarmağa və Allah da onu suda boğdu. Nəyə görə? Çünki dedi ki, bu çaylar hamısı mənim altından axır və mənəm ilah, mənəm Rəbb. Yəni özün Allah saydı, la ilahə illallah. Böyük saydı. Kibirlənirdi, təkəbbürlənirdi. Yəni zülm eləyirdi insanlara, zəiflərə. Allah Teala nə elədi? Son qoydu onların. Bəzi rivayətlər, bəzi tarixi mənbələrə görə 4000 illik hakimiyyətlərin və indi görürsünüz ki, muzeydə gəlib tamaşa edirlər onlara. O da onların var dövlətlərinin sonu və ona görə də yəni hətta axırda nə elədi? İman gətirdi. Fikir ver. Sən səbr eləsən, axırda sənə tərəf gələcəkdir. Və iman gətirdi. Dedi, Bəni İsrail iman gətirdiyi və Allah'a mən də iman gətirdim. Artıq deyildi, artıq gecdir. Həmin an insan ölüm anında da yəni, bilir ki, artıq heç bir qaçan yeri yoxdur. Və bilir ki, hər şey haqdır. Hamısı da bilir bunu. Və tövbə deyir, bilirsiniz ki, o vaxt artıq tövbə qabul olmur. Bir günəş batdığı yerdən çıxanda və bir də ki, insan ruh bədəndən xırıldayan vaxtı, onun tövbəsi qabul olmur. Ona görə insan Allaha təvəkkül etməlidir. Və həmçinin Rasulullah sallallahu əleyhi və səlləm hadisəsini bilirsiniz. Rasulullah sallallahu ağacın altında uzanmışdı, kölgələnirdi və gözü yuxuya getdi. Bir də gözünü açdı, gördü ki, müşriklərdən biri qulun yanında dayanıb Peyğəmbər sallallahu əleyhi və səlləm baxmışdı. Dedi, sənə kim xilas edəcək? Təsəvvür baxmışdı deyən, bəndə də qılınc, heç nə yoxdur. Dedi, Allah. 3 dəfə soruşdu. Və dedi, Allah əlindən qılınçda aldı, Rasulullah sallallahu əleyhi və səlləm, bəs sənə kim xilas edəcək? Heç nə. Və ona görə də yəni, təvəkkül görə nə qədər güclü olmalı ki, insan nədir? Allaha bağlanmalı ki, onu da Allah subhanahu imtihana çəkir. Əlbəttə, bunlar hamısı gözdür, bayaqdır, həsəddir, ondan sonra sehirdir. Bunlar hər bir insana nə olur? Gəlir. Olur, bir məsələ ki, qrip kimi məsələ, yaxşı, öskürək, soğuk demək kimi bir xəstə. Bu da bir insana gələn xəstə. Bəzi insanlar ancaq bunu fikirləşirlər. Yəni, 5-ci odur ki, bu şeylərlə məşğul olur. Bir də o deyir, artıq fikirləşir ki, mənə göz deyil, mənə sehr eləyiblər. Yəni, fikri ancaq belə şeylərlə olur. Halbuki fikri Allahı zikr etməklə olmalıdır, Allaha təvəkkül etməklə, Quran oxumaqla, dua etməklə. Yəni, ancaq bu fikirliyə belə şeydir. Yəni, hər bir şeylə ancaq fikirləşir ki, göz deyildi, mənə ailəmə, belə olduğunu, özümə mənəsə uşaq yıxıldı deyəsən, göz deyil, sehr eləyiblər, cadı eləyiblər. Yəni, o qədər ki, axırı özü başlayır şübhəyə düşməyə. Belə şeyə də yetmək olmaz, bu cürmü olmaz.
Və ona görə də və nədir? İnsan Allaha çoxlu təvəkkül etməli və bu şeylərlə çox məşğul olmamalıdır. Zikirlə, duanla məşğul olmalıdır. Və həmçinin səbəblərdən birisi oldu ki, Allaha tərəf ixlasla dönmək. Və bilirsiniz ki, ixlas əsas şeylərdəndir. İnsanı Allah Taala'ya bağlayan və ixlas əməllərin qəbul olması üçün şərtlərdən birisidir. Və şeytan deyəndə ki, mən onların çox hamısını sənin yolundan çıxardacağım. İllə ibadəkə minhum əl-muxlisin. Təkcə deyim, ixlaslı olan qullarından başqa. Fikir verin. İxlaslı olan qullara nədir, toxuna bilməyəcək. İxlaslı olmaq böyük bir neymətdir. Ona görə də hər bir əməldə çalışmaq lazım ki, ixlaslı olasan. Və həmçinin tövbə etmək. Allaha tövbə etmək. Tövbəni gecikdirmək olmaz. İnsan, bəni adam bilirsiniz ki, hər birisi xata eləyən, günah eləyəndir. Və günah eləyənlərin ən yaxşısı, ən xeyirlisi tövbə etmək. Yəni, günahlardan tövbə etmək, həmin günahda tərk etmək, ona qayıtmamaq, o etməyinə peşman olmaq, yaxşı işlər görmək, Allahdan qorxmaq, Allaha dua etmək. Tövbə budur, qayıtmaq. Və ona görə də yəni, tövbəni gecikdirmək olmaz və Allah Taala'ya nədir? Qayıtmalısan və tövbə etməlisən. وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ. Sizə bir nə müsibət gəlirsə, öz əllərinizlə qazandığınızdır. Özünüzün qazandıqlarıdır. Yəni, günahlara görə sən bunları qazanırsan və ona görə də sən də çalışmalısan ki, tövbə edəsən, eləməyəsən, bu günahlardan çəkinəsən. Ya eyyuhəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nasuha. Ey iman gətirənə Allaha tövbə eləyin. Allaha tərəf qayıdın, xalis tövbə eləyin. Və Allah Taala da insanı nədir, tövbəyə çağırır və tövbə eləməyi nədir, əmr edir. Və əlbəttə ki, yəni, nə insana gəlirsə, fikirləşmir. Fikirləşmir ki, onun özü etdiyi günahlardır, haramlardır və ona görə olur. Ona çalışmaq lazım ki, tövbə qapısı bağlamamışdan qabaq Allaha tərəf qayıtasın. Və həmçinin sədəqə vermək, yaxşı işlər görmək. Və bilirsiniz ki, əs-səddəqatu tutfi'u ğəzəbə Rabb. Deməli, sədəqə deyir, Rəbbin qəzəbini söndürür. Və elə bir şey, də'u mərdakum bis sədəqə. Xəstələrinizi sədəqə ilə müalicə edin. Və görürsünüz ki, yəni, insana sədəqə də fayda verir və ona görə də insan sədəqəni çoxaltmalıdır. Hətta, bəzilə deyir, mənə neyim var sədəqə verim. Rasulullah sallallahu əleyhi və səlləm vaxtında bu ayətlər sədəqə vermək ayətləri nazil oldu. Gedərlər, bir hamballıq edirdi ki, oradan nəsə qazanıb sədəqə verir. Və Rasulullah sallallahu əleyhi və səlləm deyir ki, əgər pulun yoxdursa, yəni imkanı yoxdur sədəqə vermək, ged işlə, 2 dirhəm qazan, birini ailənə xərclə, birini də sədəqə ver. Yəni, heç kəs çıxmasın, sədəqə mütləq verilməlidir. Sənə Allah Taala güc verib, qüvvət veribsə və sənin üzərində o hansılar ki, məsələn, ehtiyaclıdır, duldur, xəstədir, zəifdir, sənin sağlamlığına onlara nədir? Var, pay var. Yaxud da sənə Allah Taala var dövlət verib, onların ehtiyacı varsa, sən verməlisən. Və həmçinin, sənə pislik eləyənlərə qarşı sən yaxşılıq elə həmişə. Çünki bayaq da dedik ki, sən yaxşılıq etməyin, nədir? Onları mütləq şəkildə nədir? Sənə tərəfə qaytarır. Yəni, sənə qabağında ya sənə tərəf gətir, ya sənə üzr istəyir, halallıq istəyir. Yəni, onun görə sən gözəl əxlaqa sahib olmalısan. Yəni, bağışlamağı bacarmalısan. Və Rasulullah sallallahu əleyhi və səlləm vaxtında soruşdu ki, pisliyə qarşı nə etmək lazımdır? Dedilər ki, yaxşılığa yaxşılıq, pisliyə pislik. Dedi, yox, yaxşılığa da yaxşılıq eləməlisən, pisliyə də yaxşılıq eləməlisən. Və sən həmişə çalışmalısan ki, yaxşılıq eləyəsən. Və həmçinin, bilirsiniz ki, əsas məsələlərdən birisi təvhiddir. Təvhid hər bir şeyin əsasıdır. Yəni, Allah Subhanahu Taala'nın ibadət etmək, Allah Taala'nın dinin və tək Allaha zikr etmək, dua etmək, Allaha qayıtmaq və bütün bu xeyir işləri hamısında təvhid başdadır. Ona görə təvhidə mütləq qayıtmaq lazımdır. Və Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi gözdən, sehirdən, həsəddən, bu cür fitnələrdən qorusun. Allah Taala bizə rəhm eləsin. Allah xəstələrimizə şəfa versin. Allah Taala bizim günahlarımızı bağışlasın. Bilirsiniz ki, artıq Ramazan ayını yarısını keçmişik. Ramazan ayında hər gecə Allah Taala çoxlu qulların cəhənnəm odundan xilas eləyir.
Və Allah Teala bizi onlardan yazsın və bizi cəhənnəm odundan xilas olandan eləsin. Allah Teala zürriyyətimizi, analarımızı, atalarımızı, babalarımızı cəhənnəm odundan qorusun. Və Allah Teala bizə rəhm etsin. Allah Teala müsəlmanlara kömək olsun. Allah bu məğribimizə, xalqımıza hidayət versin. Amin ya Rabbi. Doğru yolu yönətsin. Bizə xeyir qapıları açsın. Allah əsgərlərimizi qorusun. Amin. Allah hərbiçilərimizi qorusun. Allah əmin-amanlığımızı qoruyan qardaşlarımızı qorusun. Allah Teala ölkə başçımızı qorusun. Onun xeyir üzərində eləsin. Bütün işlərini uğurlu etsin. Ona sağlamlıq versin. Amin ya Rabbi. Haqqın cəhətçi etsin. Haqq üzərində sabit etsin. Amin ya Və ona doğru yolu göstərsin. Amin. Doğru qərarlar verməkdə yardım etsin. Amin. Və Allah Teala bizi çıxan-çıxmayan fitnələrdən, bəlalardan, şərdən qorusun, xəstəlikdən qorusun. Allah Teala ruzimizi bol bərəkətli, halal, rahat etsin. Allah bizə rəhm eləsin. Allah razı olsun. Subhanakallahumma bihamdik. Nəşhədu an la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.